Texnodatdan hər kəsə salamlar dostlar, xoş gördük hamınızı. Bugün sizlərə Android cihazınıza dil əlavə etmək üçün bir proqram göstərəcəm. Bunun vasitəsilə siz öz cihazınızda heç bir kompüter olmadan, yəni başqa bir avadanlıq olmadan, belə deyək, telefonunuzda olmayan dilləri quraşdıra bilərsiniz. Məsələn, deyək ki, bəzi telefonlar ola bilər ki, Azərbaycan dili dəstəkləmir. Məsələn, bu proqram vasitəsilə siz öz telefonunuza Azərbaycan dili olsun, türk və ya rus dilləri olsun, telefonunuza əlavə edə bilərsiniz. Burada bir şey qeyd edim ki, dostlar, Android'in Lollipop versiyasında bu proqram root tələb etmir. Lakin Lollipop'dan aşağı olan, yəni KitKat, Jelly Bean kimi Android versiyalarında root tələb eləyir və root olmadan bu proqram heç bir işə yaramır. İndi isə daxil olaq proqrama və proqrama daxil olduqda belə bir siyahı gəlir. Yəni burada dillər gəlir, belə deyim. Və bu dillərə toxunduğumuz vaxt, deyək ki, əgər telefonunuzda bu dillərin hamısı olmadığı halda belə, deyək ki, burada hər hansı bir dili aktiv ediriksə, məhz bunu aktiv etdikdən sonra artıq burada olan bütün dillər telefonumuzun belə deyək də sisteminə oturur və artıq biz bu proqramı daha sonra silə bilərik və telefonun sistemindən artıq dilini dəyişə bilərik istədiyimiz kimi. Və bununla yanaşı bir şey də deyim ki, dostlar, ola bilər ki, burada məsələn bunu seçdik, deyək ki, türk dilini gördüyünüz kimi türkçəyə çevrildi və buradan başqa dillərə də çevirə bilərik və bir şey də deyim ki, qeyd edeyim ki, ola bilər ki, yəni hər kəsdə belə deyək də, yəni bu dillərin siyahısı gəlməyə bilər. Məhz bu vaxtda nə edirik? Bu vaxtda artıq burada küncdə olan bu custom local sözünə toxunuruq, gördüyünüz kimi, və buraya belə deyək də, hansı telefonumuzun hansı dildə olmasını istəyiriksə, onun dilini qeyd edirik və burada ölkəni də qeyd edirik. Məsələn, deyək ki, rus dili olmasını istəyirik və birinciyə ru yazırıq, ikinciyə isə böyük hərflərlə ru yazırıq və set edirik. Artıq telefonumuz keçir rus dilini gördüyünüz kimi və bununla yanaşı digər dillərə, bütün dillərə belə deyək, metodla artıq telefonumuzun dilini dəyişə bilərik dostlar. Çox yaxşı bir proqramdır. Yükləmə linki videonun açıqlama bölməsində var. Daxil olub oradan yükləyib yararlana bilərsiniz. Əsaslı telefonunda Azərbaycan dili, türk və rus dili olmayan dostlarımız üçün çox yararlı bir proqram olacaq. Göstərmək istədiklərim bunlardan ibarət idi. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və biz səhifəmizdən izləməyə davam edin. Sağ olun dostlar.